Verilənlər bazasının relyasiya modelində hansı əlaqə növü yoxdur? Relyasiya modeli dedikdə cədvəli nəzərdə tutur və əlaqələr də bu formadadır. Birin çoxa, yəni ki, bir elementdən iki elementə bir əlaqə və yaxud ikidən daha çox. Daha sonra çoxun birə var, yəni ki, iki elementdən bir elementə bir əlaqə. Birin birə var, yəni ki, iki element arasında əlaqə. Bir də çoxun çoxa var, yəni ki, iki dənə məsələn ayrıca bir elementim var. Bunların bu formada bir əlaqəsini nəzərdə tutur. Yəni qarşılıqlı şəkildə bir əlaqələri nəzərdə tutur. İndi bu gördüyümüz kimi mən neçə dənə əlaqə saydım? 4 ədəd əlaqə saydım. Amma bunların daxilində mürəkkəbin elementləri adlı bir əlaqə yoxdur. Nəinki relyasiya modelində, heç bir verilənlər bazasında həmin saydığım 4 əlaqədən kənar bir əlaqə olmadığı üçün bizdə burada yanlışsa mürəkkəbin elementara ifadəsi olur ki, B variantını biz həmin doğru cavab kimi götürürük. Yəni ki, sualın doğru cavabı kimi.